inanıram ki, həm birinci hissə, həm ikinci hissə hamının xoşuna gəldi, maraqlı mübarizə var idi. Baxmayaraq ki, demək olar ki, çempionatda qalmağa təmin eləmişik, amma dünən axşam, bugün bir sıra danışıqlarımız oldu ki, hər bir oyun bir futbolçunun həyatında bir parçadır. Həmin o hissəni də daha yadda qalan olmalıyıq və maksimum şəkildə özümüzü yaxşı tərəfdən göstərməliyik. Və uşaqlar sağ olsunlar, meydançada yaxşı mübarizə apardılar. Həm birinci hissə, ikinci hissə daha fərqli oynamağa çalışdıq. Yəni, şükürlər olsun ki, qələbə qazandıq. Bütün Kəpəz camiəsini, xüsusən də bizi sevən azarkeşlərimizi təbrik edirəm ki, bugün də olsa bir pillə irəlilədik. İnşallah qabağa baxacaq ki, daha da yerimizi möhkəmlədək.